İbn Teymiyyə deyir ki, Allah Taala ruzini bir şeyə görə xəlq edib. Ruzi nə deməkdir? Tək bizim bildiyimiz o pul, var dövlət, mal deyil. Ruzi sənin üzərində ümumiyyətlə nə varsa sənə aid olan, o sənin ruzindir Allahdan. Övlad sənin ruzindir. Zövcə sənin ruzindir. Maşın sənin ruzindir. Libas, sağlamlıq sənə ruzidir Allahdan. Sənə aid, sən, nəfsin və sənə aid olan şeylər. Paltar. Mənə ruzidir Allahdan verilib. Və İbn Teymiyyə rahimehullah görün nə deyir? Deyir ki, bunu nə deyim, yekunlaşdıram inşallah. Allah ruzini bir şeyə görə verib insana. Və sonra misal çəkir, deyir ki, Allah Taala insanı bir şeyə görə xəlq edib. Ümumiyyətlə sənin var olmağın bu həyatda var olmağına səbəb birdir. Sən ona ibadət edəsən. Allah Taala xəlq edib, yaradıb ki, ibadət edəsən. Yox. İndi yaradıb ki, ibadət edəsən. Buradan da ruzi verib axı. Deyir ki, bu ruzinin verilməsinə məqsəd, sənə bu birinci məqsəd var idi, yaradılış. O yaradılış məqsədini həyata keçirmək üçün vasitə verib, deyir. Yardım etsin, köməklik eləsin sənə. Bu ruzidən gəlmə məqsədi səbəbi yaradılış məqsədini ayaq üstündə saxlamaq üçün verib sənə. Ki, xidmət eləsin. Aydın oldu söz? Və sən bu ruzinin göndərilmə məqsədini buna uyğun eləməsən, çıxartsan o hədəfdən, heyvan kimi yaşayacaqsan artıq sən. Misal üçün, mən Allaha ibadət etməliyəm. Yox, hədəfdir. İbadət etmək üçün müəyyən ibadətlər var. Sən ruzin olmalıdır. Və Allah da sənə o ruzini verib. Amma o ibadətlə heç əlaqəsi yoxdur səni. Başqa şeylər sərf edirsən onu. Elə bir ki, o ruzinin gəlmə səbəbindən çıxartmısan onu, əxi. Onun üçün verilmişdir sənə. Maşın verilmiş ki, desən cüməyə, namazlara, xeyir məclislərinə. Hamısı onun üçün. Misal üçün, o qədər insanlar var ki, vallahi, yayda qalxırlar gecə. Var elə insanlar, elə müsəlmanlar. Gecə, o adam gecə o niyyətlə qalxmır ki, mən istidə durub gecə namazı qala bilmərəm, o istidə, o şiddətli istidə. Evdə kondisioner yoxdur evdə. Nə qədər insanlar var ki, evdə kondisioner olmadığı üçün durub səhərində namaz qıla bilmirlər. Rahatlıqları yoxdur. Allah Taala sənə ev verib, kondisioner verib, imkan verib, rahatlıq bu ruzini verib, bir dəfə də qalxıb gecə ibadət eləmirsən axı. O ruzini onun üçün vermişdi ki, xidmət etsin o ibadət eləməyə. Əslən heç yada düşmür, o ruzidən əlaqəsi yoxdur yəni. Soyuq havada, şiddətli soyuqda adam var deyir ki, qalxım, namaz qılım, evdə kombi yoxdur, istilik yoxdur. Allah Taala sənə verib o ruzini. Gərək xidmət etsin o ibadəti yerinə yetirməyə. Bu misal da sadəcə olaraq. Və bütün hamısını özün yerinə qoy.